İqlim böhranı dünyanı, təbiəti, iqtisadiyyatı və cəmiyyətləri təhlükə altına qoyur. Buna görə də gələcək nəsillərin necə öyrətdiyimizə yenidən baxmalıyıq. Artıq ənənəvi dərslərlə kifayətlənməməliyik. Bunu İSESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə, Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən yaşıl təhsil mövzusunda ilk regional konfransında deyib. O bildirib ki, yaşıl təhsil sadəcə bir fikir deyil, edilməsi vacib olan bir işdir. Seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, yaşıl məktəb modelinin tətbiqi istiqamətində siyasət dialoqu aparmaqdır. Bugün Qazaxıstandan, Qırğızstandan, Tacikistandan və Özbəkistandan dostlarımız buradadır, təhsil mütəxəssisləri buradadır və biz düşünürük ki, onlarla birgə hazırlayacağımız həm modellər, həm təkliflər, həm metodologiyalar gələcəkdə həm bizim ölkəmizin, həm də ki, ümumilikdə regionun bu sahədə olan bacarıqlarını, səriştələrini artıracaq və eyni zamanda da bizim beynəlxalq partnyorumuz olan İSESCO ilə birgə biz ümid edirik ki, bu təşəbbüsü və bu əməkdaşlığı növbəti illərdə də davam elətdirə biləcəyik. Bu Azərbaycan və Mərkəzi Asiya sessiyası kimi nəzərdə tutulubdur, amma növbəti etapda həm Afrikada, həm də Yaxın Şərqdə buna oxşar sessiyalar keçiriləcəkdir.